Cənab başçı Orxan Hüseynov, icra nümayəndəsi Ləki üzrə Firdovsi Məmmədov və Ləki qəsəbə icra nümayəndəsi Elsəvər Hacıyev. Baxın, sizə göstərim ki, 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəb və yaşayış binasına ayırdığı 6 hektar yarım torpaq. 6 hektar yarım torpaq. Baxın, bax 1 hektarı bax burada yanı bağlanaraq mənimsənilərək kənar şəxslər tərəfindən mənimsənilib. Baxa bilərsiniz. Bax 4 bir yanı bağlanaraq bax qapı qoyulub. Qapısına da qıfıl vurulub. Bax, məktəbin ərazisidir. 4 bir yanı, elə bu tərəfi bağlı idi, məktəb tərəfi də bağlayıb, mənimsənilərək bax, qapı qoyulub. Və məktəbin sənədləri itdi deyilərək açotdan çıxartmaq istədiyiz torpaq sahələri bulardır. Yəni, bax, bunun 1 hektarı buradadır. O məktəbin giriş qapısı bax, burada idi. Bu da bir qapısı var idi, bağlanmışdı buradan. Bax, buradan bağlı idi məktəbin qapısı. Və yeni hasar çəkir. Zəbt olunmuş əraziləri çöldə saxlamaq istəyirsiniz. Bax, yeni hasar budur. 2-3 ay olar ki, yeni hasar çəkilibdir məktəbin ərazisinə. Baba, oradan gedirdik. Buradan belə bütün Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbin ərazisidir. Bax, yeni hasarlanan ərazidə Çin 3 hektara sənədləşdirmək istəyirsiniz. Bax, cənab prezident. Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbin 4 ay bundan qabaq 3 hektara sənədləşdirmək istədikləri, yeni çəkdirdikləri hasar budur. Bax, qırılaraq, sökülərək 4 ayda ölü ki, dağılır. Cənab başçı, dəfələrlə sizin qəbulunuzda olmuşam. Firdovsi Məmmədov, Elsəvər Hacıyevin dəfələrlə hər birinizə ayrı-ayrılıqdan məktub yollamışam ki, 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin Ağdaş rayon Ləki qəsəbə məktəbinə ayırdığı 6 hektar yarım torpağı bərpa olunmasında bizə köməklik göstərir. Sizsə köməklik göstərməkdənsə polis əməkdaşlarına da yalan məlumat verərək